İran uzun zamandır iddia edir ki, ABŞ və İsrail bizim coğrafiyada bulud qovma əməliyyatları həyata keçirir. Bu səbəbdəndir ki, quraqlıq yaranır, çayların suyu azalır, göllər quruyur. Bunu siyasi fəal Kamran Güller Today Press TV-yə açıqlamasında deyib. O qeyd edib ki, hazırda dünyanın ən böyük problemlərindən biri içməli su ehtiyatlarının azalmasıdır. Hətta baş verən bir çox müharibələrin kökündə məhz bu məsələ dayanır. Sadəcə fərqli adlarla təqdim olunur. Stat. Tektonik silahlarla bağlı tam təsdiqlənməsə də müəyyən məlumat sızıntıları mövcuddur. Vyetnam müharibəsi zamanı ABŞ qoşunlarının irəliləməsinin qarşısını almaq üçün SSR tərəfindən süni yağışlar yaratmaq, sel hadisələri törətmək kimi əməliyyatların həyata keçirdiyi iddia olunur. Bu mövzuda hətta Hollywood filmi də çəkilib. Statın sonu. O, 1988-ci ildə Ermənistanda baş verən zəlzələ ilə bağlı yayılan iddiaları xatırladıb. Stat. Bildirilirdi ki, SSR-nin Tektonik Silahlar Mərkəzinin rəhbəri olan Məmmədov soyadlı bir Azərbaycanlı həmin hadisədən sonra qaçaraq cara sığınıb. Lakin mənim məqsədim bu mərkəzi araşdırmaq deyil. Diqqət çəkmək istədiyim məsələ son zamanlar yağan yağıntılardır. Deyəsən, İran bölgəmizdəki Amerika bazalarını sıradan çıxartdıqdan sonra bu cür bulud qovma əməliyyatlarının qarşısı alınıb. Statın sonu. Ekspert qeyd edib ki, hazırda Laçın və Kəlbəcər rayonlarına qar yağması təsadüfi hadisə deyil. Stat. Sanki bərəkət nur yağır. Dədə-babalar deyərdi ki, aprelin yağışı torpağı canlandırır. Apreldə yağan yağış bolluq və bərəkət gətirir. Ruzi bərəkətimiz bol olsun. Açığı heç təsəvvür etməzdim ki, İranın hansısa əməlindən insanlar xeyir görə bilər.